2026-cı ilin mayın 1-i. Salam mənim gözəl, mənə dəstək olan komandam hər vaxtın xeyirli olsun. Gedək sabaha mayın 1-inə. Hava hələ ki düzəlmir, amma əsas odur ki, sizin ürəyiniz, sizin pozitivliyiz, həyata pozitivlə yanaşmağınız həmişə isti olsun, ruzulu, bərəkətli olsun və ürəkdə doğrudan təmiz niyyətlər tutarsınız və niyyətlərinizə tez çatarsınız. Nə qədər içinizdə pozitiv, içiniz günəşli, içiniz isti olur, o qədər də sizin ətrafınızda da hər şey düzəlir. Okey, sabahki gündə ruzlu bir gündür, bərəkətli bir gündür, çox güclü bir gündür. Həm enerji tərəfdən, həm də işlərinizdən. Mən çox şadam ki, mayın 1-i iminə belə başlayır. Çox gözəl. Görək gün ərzində nə gözləyir. Bilirsiniz necə? Elə bir ki, bax bugün sizdə biraz ağırlıq kimi hiss olunsa da, səhər elə belə dəyişiləcək hər şey. Riski dəyişəcək. Pulda, özünüz hiss eləməyinizdə, yeni neysə başlamaqdan. Elə bir ki, özünüz də birincisi hiss eləyəcəksiniz ki, neysə yeni başlayır, ya da ki, özünüz neysə yeniləşdirməyə çalışacaqsınız. Enerji özünüz sizi çəkəcək ki, bunu yumaq, bunu yığışdırmaq, bunu atmaq, yenisini almaq. Ya nədirsə, yenə də ümumi baxışda konkret səndə bu olacaq. Səndə bu demək mümkün deyil. 100 mindən çox baxırsınız mənim videomu, amma təkib atmırsınız. Təkib atdı ki, iyununa kimi 100k eləyək də, qəşəng olsun. Nəysə, zarfat edirəm, atan atır, atmayan atmasın. Sözüm onda deyil. Yeni enerji, yeni pozitiv, yeni dəyişmək istəyənləriniz ürəyinizdən, qəlbinizdən gələcək və dəyişdirin, yeniləşdirin və həmişə belə ruzulu, belə isti, belə güclü günləriniz olsun. Mən isə şəxsi baxışla əlaqə saxlamaq istəyirəm. Mənim səhifəmdə üstəgəl 79-dan başlayan 46-dan bitən WhatsApp və Max nömrəmdə yazırsınız, ya səs atırsınız və səbirli növbənizi gözləyirsiniz. Növbə sizə çatan ki, mən sizə cavab verəcəm. Zəng vurmayın, zəng vuranları avtomatik atıram bloka. Bax, pulda da rahatçılıq hiss edirsiniz. Şəxsi həyatda da nə isə yeniləşəcək, ya yeni münasibət, yeni kimisə sizə belə xoş olmağın, tanış olmağın təklif eləyəcək, ya da öz olan münasibətinizdə nə isə dəyişəcək. Amma kim ayrılıb, kimin münasibəti bitdi, belə sağollaşın da və keçmişdə saxlayın, yeni həyata girin, yeni münasibətə, ümumi yeni pozitiv günlərinizə. Xeyirli olsun, mənə dəstək olan komandama.